Söhbətimiz bu yerə çatdı ki, biz gərək fikrimizi və zikrimizi gözəlləşdirək ki, həyatdan həqiqi ləzzət ala bilək. Ruhumuzda çoxlu gözəlliklər var ki, onları xatırlamaqla özümüzü təmizləyə və oyada bilərik. İmam Həsən Müctəbə əleyhissalam buyurur, sizə Allahdan qorxmağı və daim təfəkkür etməyi tövsiyə edirəm. Çünki təfəkkür bütün yaxşılıqların atası və anasıdır. Yəni təfəkkür hər bir gözəlliyin mənbəyidir. Onun həm atasıdır, həm də anası. Əslində, hər bir gözəllik təfəkkürdən doğur. İbn Abbas, Əmir əl-Mömininin Əli əleyhissalamı belə təsvir edirdi. And olsun Allaha, Əmir əl-Möminin əleyhissalam daim düşüncə içində idi. Əmir əl-Möminin əleyhissalam möminlər barədə belə buyurur. Səhərini zikirlə açar, axşamını təfəkkürlə tamamlayar. Mömin o kəsdir ki, gecə gündüzü ya təfəkkürlə ya da zikirlə keçir.